Salam əziz və dəyərli tələbələr. 14 dekabr 2025-ci il tarixində Master nömrə 1 tədris mərkəzində keçirilmiş ümumi sınaq 3 imtahanının rus dili fənni üzrə suallarının izahını sizə mən Reyhan müəllimə təqdim edəcəm. Bildiyiniz kimi, xarici dildə ilk öncə dinləmə mətni olur. Və sizinlə həm mətnə qulaq asacağıq, həm onun yazılı versiyasına baxacağıq. Ondan sonra tərcüməsini sizə təqdim edəcəm ki, sualları işləyəndə daha rahat olsun. Gəlin ilk öncə mətnə qulaq asaq. Buyurun. Выслушайте текст и выполните задание с 1 по 5. 3 дня длилась наша охота. В развалинах поймали еще одну кобру. В песках поймали 2 степных удавчиков. Удавчики совсем не опасны. Их мы прихватили для живого уголка. Зато здесь же, отдаленные от удавчиков перегородкой, тяжелыми кольцами лежали 2 самые страшные змеи – гюрза и кобра. Гюрза – коварная змея, никогда не знаешь, с какой стороны она кинется. Кобра же – змея благородная, она предупреждает. Именно гюрзу выбрали, чтобы показать нам, как берут у змеи яд. Какие-то колдовские движения деревянным пинцетом, и вот уже толстая серая змея извивается в его руке. Правой рукой опытный в этом деле Борис держит чистый пластмассовый стаканчик. В широко раскрытой змеиной пасти выпрямляются ядовитые зубы. Одно неверное движение, и они вопьются в руку. Без сильной ярости змея готова вонзить зубы во что угодно. И тут к пасти осторожно подносят стаканчик. Удар челюсти. По прозрачным стенкам стаканчика стекает янтарная капелька. Это и есть страшный змеиный яд. В малых количествах он целебен. И теперь таким ядом лечат некоторые болезни. Яд дорог. Он имеет сложное химическое строение. Получить в лабораториях его не удается. Приходится ловить змей. Змей держат в питомниках и время от времени берут яд. Но змеи плохо переносят неволю и скоро гибнут. Поэтому снова и снова идут смелые люди в пустыню. Рискуя жизнью, они добывают дорогое лекарство яд гюрзы. Bu bizim dinləmə mətnimiz idi, rus versiyası. Gəlin Azərbaycan versiyası ilə sizi tanış edeyim ki, suallara baxanda daha rahat olsun. Ovumuz 3 gün davam etdi. Xarabalıqlarda daha bir kobra və qumluqlarda 2 çöl boğası tutduq. Boğalar heç də təhlükəli deyillər. Biz onları canlı görüşə üçün tutduq. Ancaq burada boğalardan arakəsmə ilə ayrılmış yerdə ağır halqa şəklində 2 ən qorxulu ilan, gürzə və kobra uzanmışdı. Gürzə hiləgər ilandır. Onun hansı tərəfdən atılacağını heç vaxt bilmirsən. Lakin kobra nəcibdir, xəbərdar edir. Bizə ilandan zəhər çıxarmağı göstərmək üçün gürzəni seçdilər. Taxta cımbızla, buna cımbız, makkaj, yəni Azərbaycan dilində elə də demək olar, belə də demək olar. Bəzi sehirli hərəkətlər və artıq qalın boz ilan onun əlində qıvrılır. Bu işdə təcrübəsi olan Boris sağ əlində təmiz plastik stəkan tutub. İlanın geniş açılmış ağzında zəhərli dişlər görünür. Bir yanlış hərəkət və onlar əlimizə bata bilər. Aciz qəzəb içində olan ilan dişlərini hər şeyə batırmağa hazırdır və bu zaman ilanın ağzına kiçik bir fincan yaxınlaşdırılır. Çənək, çilüs çənənin aşağı hissəsidir. İlə bir zərbə stəkanın şəffaf divarlarından kəhraba damcısı axır. Bu ilə həmin dəhşətli ilan zəhəridir. Kiçik miqdarda o dərmandır və indi belə zəhərlə bəzi xəstəlikləri müalicə edirlər. Zəhər bahadır. O mürəkkəb kimyəvi quruluşa malikdir və onu laboratoriyalarda əldə etmək mümkün olmadığı üçün ilanları tutmaq lazımdır. İlanları xüsusi yerlərdə, pitomnikada o heyvanların saxlandığı yerdə saxlayırlar və zaman-zaman onlardan zəhər yığılır. Ancaq ilanlar əsirliyi çox pis keçirirlər, ona dözə bilmirlər. Yəni, nivolyada azadlıqları əlindən alınan
mənadadır və tez zamanda ölürlər. Bu səbəbdən cəsur insanlar yenidən dönə-dönə səhraya gedirlər, həyatlarını riskə ataraq onlar bahalı dərman olan gürzə ilanını əldə edirlər. Yəni gürzə zəhərini əldə edirlər. Deməli, gəlin indi suallarla tanış olaq. Birinci sualda cümləni tamamlamağı istəyir bizdən. Zmey держат в питомниках, yəni bu axırlarda idi elə bizdə, и время от времени берут яд. Yəni bu hissədə idi o bizdə uşaqlar və bu hissədə idi. Gördünüz mü? Deməli, düzgün cavabımız nə olacaq burada? Y variantı. İkinci sualda на какой вопрос можно найти ответ в тексте? Hansı sualı mətndə cavab tapmaq olar? Deməli, bu 5 variantdan 4-ünün sualının cavabı mətndə yoxdur, amma birinin sualının cavabı mətndə var. Bunun üçün biraz diqqətlə sual oxumaq lazımdır ki, siz onun cavabını mətndə eşitdiniz, yoxsa eşitmədiniz. Bütün ilanlar nədən qorxur? Bunun cavabı yox idi. İlanlar daha çox harda olurlar? Bunun da cavabı yox idi. Ən ağıllı ilan. Bunun da cavabı yox idi. Və D variantında da deyir ki, ilanlar nə ilə qulaq asırlar? Yəni, чем слушают? Qulaqları varmı, yoxmu o anlamda? Bu da mətndə keçmədi bunun cavabı, amma Y variantı в каких количествах целебен яд, zəhər hansı dozalarda, miqdarda xeyirlidir, o da yazılmışdı malıq количествах. Deməli, burada düzgün cavabımız olacaq Y variantı uşaqlar. Keçirik üçüncü suala. Baxın, belə bir sual var burada. Normalda həmişə bizə cümləni tamamlamaq istəyirlər. Burada da cümləni tamamlamaq lazımdır. Amma burada belə bir sual verilib bizə ki, hansı fikir mətnin məzmununa ziddir? Yəni, bu variantlardan 4-ünü biz bunun davamına qoysa, yəni bunun 5-i də bunun davamına gələ bilər. 4-ü bunun davamına gəlsə mətnə uyğun olacaq, biri gəlsə mətnin zidd olacaq. Yəni, mətndə onun tam əksimi danışılıb, ya mətndə o haqda ümumiyyətlə məlumat mı yoxdur? Yəni, mətnin məzmununa aid deyil. Məsələn, A variantı добывается опасным путем. Bəli, bu mətndə var idi, çətinliklə əldə olunurdu. Является дорогим лекарством, bahalı bir dərmandır. Bu da mətndə var idi. C-dəki можно произвести в laboratoriya. Bu, əslində deyilirdi ki, laboratoriyalarda bunu, bax, buradadır. Его не удается. Yəni, laboratoriyalarda bunu əldə etmək olmaz. Ona görə burada elə düzgün cavabımız C olacaq. Amma gəlin D ilə Y-yə də baxaq, tam dəqiqləşdirək. D-də deyir ki, bəzi xəstəlikləri sağaldır, bəli, və mürəkkəb bir kimyəvi quruluşa malikdir. Bəli, bu da mətndə keçdi. O hissələr də yuxarılarda idi. Məsələn, вот, иметь сложное химическое строение, yəni buradadır, hələ получить в лабораториях не удается, bunun qarşısındadır. Gəlin, baxaq indi növbəti sualımıza. Deməli, 3-də düzgün cavabımız oldu C variantı. 4-də baxırıq. Воткнуть острие. Острый, bu iti deməkdir. Vatknut da, yəni iti uclu bir şeyi nəyəsə batırmaq mənasını verir və bizə deyir ki, bu sözlərdən hansı bunun mənasına uyğundur buradakı variantlardan. Prixvatit tutmaq, paymat tutmaq, добывать əldə etmək, извиваться da qıvrılmaq. Vanzit isə bu da iminlə nəyisə iynə kimi bir iti bir şeyi harasa batırmaq mənasını verir. Deməli, burada 4-cüdə də düzgün cavabımız olacaq C variantı. Baxırıq 5-ciyə. Какое отличие между гюрзой и коброй? Gürzə və kobra arasında hansı fərqlilik var? Bu da lap əvvəldə onlar haqqında danışanda nə dedik? Dedik ki, gürzə kavarnaya, hiləgərdir. Hardan nə vaxt atlanacağı məlum olmur. Kobra isə dedik ki, nəcibdir. Deməli, burada onların fərqi bundan ibarətdir. Bu da D variantındadır. Gəlin istəsəniz o hissəyə bir daha baxaq. Baxın, burada da gürzə kavarnaya, a kobra благородная. Yəni, düzgün cavab kimi burada da nəyi götürəcəyik? D variantını. Bir daha gəlin düzgün cavablarla tanış olaq. 1-də düzgün cavabımız G, 2-də düzgün cavabımız Y, 3-də düzgün cavabımız C, 4-də C, 5-də də düzgün cavabımız olacaq D variantı. Bildiyiniz kimi, əgər əvvəlki bizim izahlara da baxmısınızsa, xarici dildə 2 oxuyub anlama mətni olur. Hər biri 5 sualdan ibarətdir. Hər 2 oxuyub anlama mətninin ilk sualı
birinci mətndə 6-cı sual olur. İkinci mətndə isə bu 11-ci sualdır. Mülahizələrdən ibarətdir, 4 dənə mülahizədən və bu mülahizələr doğru yanlış cavabları ilə bizə təqdim olunur. Və bu cavabların əgər siz hər 4-ünə mülahizənin düzgün cavab versəniz, bu bir ballıq sistemlə qiymətləndirilir. Yəni 1 bal olacaq. 3-ünə düzgün cavab versəniz 0.5. 3-dən az olsa siz heç bir bal qazanmayacaqsınız. Və hər iki mətnin sonuncu sualı birinci mətndə 10-cu suala düşür bu. İkinci mətndə də 15-ci. Açıq tipli sualdır. Burada artıq uşaqlar səhv etmə imkanınız yoxdur. Yəni hər hansı birini səhv etsəniz bu sizə heç yarım bal da verməyəcək. Gəlin indi mətnlərlə tanış olaq. Həm rus versiyasını sizə təqdim edim ki, sözlərin tələffüzü olaraq qulağınız biraz rus dilinə alışsın. Sonra onun tərcüməsini verəcəyim və suallarla da yaxından tanış olacağıq. Я бакинец и очень тепло отношусь к Азербайджану и его народу. Эти слова принадлежат знаменитому нашему соотечественнику, всемирно известному инженеру и ученому Лютвизаде, чье имя золотыми буквами вписано в историю mировой nauki. Mən Bakılıyam, Azərbaycanı və onun xalqına çox hisslərim var. Bu sözlər adı dünya elm tarixinə qızıl hərflərlə yazılmış bizim dünya şöhrətli həmyerlimiz, mühəndis və alim Lütfizadəyə aiddir. Лютви Рагим Муглалис Кирзаде родился 4 февраля 1991 года в Баку. Уже в детстве он много читал. Самым любимым местом будущего ученого была домашняя биblioteka. Lütfü Rəhimoğlu Ələskərzadə 1921-ci il fevralın 4-də Bakıda anadan olub. Hələ uşaq olanda, yəni artıq uşaqlıqda o çox kitab oxuyurdu. Gələcək alimin sevimli yeri ev kitabxanası idi. Учился Лютвизаде в Бакинской школе номер 16, затем получил блестящее высшее образование в Америке. Одна из его первых работ называлась «Думающие машины. Новые области электротехники». Lütfizade 16 nömrəli Bakı məktəbində oxuyub, sonra ali təhsilini Amerikada alıb. Onun ilk işlərindən biri düşünən maşınlar, elektrik mühəndisliyinin yeni sahələri adlanır. Сегодня в каждом доме есть хотя бы один из современных приборов. Телевизор, фотоаппараты и видеокамеры. Пылесос, кондиционер, компьютер, микроволновая печь, стиральные и посудомоечные машины. Все это идеи великого ученого. Они широко используются также в производстве и управлении транспортными средствами. Это значит, что идея Lütfizade присутствует в каждой сфере нашей жизни, везде и всюду. Deməli, bugün hər evdə bu müasir cihazlardan ən azı biri var və burada onlar sadalanır. Televizor, fotoaparatlar, videokamera, toz-soran, kondisioner, kompüter, mikrodalğalı soba, paltar yuyan və qab yuyan maşınlar. Bütün bunlar böyük alimin ixtiralarıdır. Onlar həmçinin nəqliyyat vasitələrinin istehsalı və idarə edilməsində də geniş istifadə olunur. Bu deməkdir ki, Lütfizadənin ideyaları həyatımızın hər sahəsində, hər yerdə mövcuddur. Лютвизаде был профессором Калифорнийского университета Беркли, где он работал с 38 лет. Baxın, sığını ayırdım özüm ki, yəni biləsiniz ki, yəni bu dandən kimi gedəcək bizdə indi. Ученый является автором более 200 научных статей. Он удостоен звания почетного доктора престижных университетов 25 стран мира и является также членом многих национальных академий наук. Наш соотечественник награжден премиями и медалями многих обществ и фондов. В 2011 году он был награжден орденом Достук Азербайджанской Республики. Deməli, Lütfizade Kaliforniyadakı Berkeley Üniversitetinin professoru olub, haradakı 38 yaşından çalışır. Alim 200-dən çox elmi məqalənin müəllifidir. O, 25 ölkənin nüfuzlu universitetlərinin fəxri doktoru adına layiq görülüb və həmçinin bir çox Milli Elmlər Akademiyasının üzvüdür. Bizim həmyerlimiz bir çox cəmiyyət və fondların mükafat və medallarına layiq görülüb. 2011-ci ildə Azərbaycan Respublikası Dostluq ordeni ilə tərtib olunub. Lütfizade умер в
17 году, как и завещал великий ученый, он был похоронен на родине. Lütfüzadə 2017-ci ildə vəfat edib, böyük alimin vəsiyyət etdiyi kimi o öz vətənində dəfn olunub. Gəlin indi suallarla tanış olaq. 6-cı sualda birinci mülahizədə Lütfüzadə был профессором Академии наук. O, bir çox ölkənin elmlər akademiyasının üzvü idi. Amma professor olaraq Kaliforniyskiy Universitetdə idi. Ona görə bunu неверно kimi götürürük uşaqlar. Высшее образование получил за границей. İndi burada Amerikada alıb. İndi Amerikada за границей, yəni xaric sayıldığı üçün biz bunu A götürürük, верно götürürük. В детстве много читал мировую и художественную литературу. Burada indi bir məsələ var. Uşaq vaxtı çoxlu oxuyub, amma nə oxuduğu burada bilinmədiyi üçün. Yəni burada bədii ədəbiyyat yazılıb. Ona görə bunu bir balaca неверно kimi götürəcəyik uşaqlar, çünki sırf vurğulanmayıb. После окончания университета работал вместе с отцом. Bu da mətndə olmadığı üçün biz bunu неверно götürəcəyik. 7-ci suala gəlirik. Какие утверждения являются верными? Hansı fikirlər doğrudur? Ученый является автором более 20, amma mətndə 200 idi. Одна из его последних работ, amma bu первых работdur. Burada первый var. İdeya Lütfüzadə присутствует везде и всюду. Bəli, bunu götürürük. Bu da 25 ölkənin fəxri adına layiqdir. Bunu da götürürük. Ən sevimli yeri общая biblioteka, ümumi kitabxana. Amma burada nə idi? Домашняя biblioteka. 3 ilə 4-ü götürəcəyik. O da bizdə C variantındadır. Baxırıq 8-ə. Какие идеи Lütfüzadə присутствуют в каждой сфере нашей жизни? Burada görürsünüz, bunlar yazılıb. Mən sizə belə bir asan yol öyrədim, uşaqlar. Yəni, bir-bir bunu axtarmaqdansa, məsələn, telefon hər halda Lütfüzadə tərəfindən icad olunmayıb, A-nı çıxırıq. Xaladelnik də onun tərəfindən olunmayıb, B-ni də çıxırıq. Baxın, burada da yenə xaladelnik var. Burada hər ikisi var. Qalıb E variantı. Baxsanız görərsiniz ki, televizor, стиральная посудомоечная машина, kompüter, pылesos, mikrovolnovaya peç. Deməli, düzgün cavabımız olacaq E variantı. Çox vaxt işinizi biraz belə sadələşdirin. Çünki bir-bir hamısını saysanız çox yorularsınız. 9-cu sualda hansı deməli variant 5-ci abzasın qısa məzmununu bizə çatdırır? Bunun üçün 5-ci abzasa bir daha gedək. Görək 5-ci abzasda söhbət nədən gedir? Berkeley Universitetində işləməyindən gedir. 200-dən çox elmi məqalənin müəllifi olmağından gedir və medallar, ordenlər. Baxaq görək harda bu bizə verilib. A variantında deyir ki, Kaliforniyskiy Universitetin bəli professoru idi. 200 elmi məqaləsi bunun burada var. 25 ölkədə пользуется большим успехом, orden və medallarla da tərtib olunub. Hardasa, belə deyək də, yaxındır. Amma görək, bu dəqiq onu götürə bilərik, yoxsa yox. Gəlin o birlərə baxaq, görək o birlərdə nələr yazılıb. 38 il deyir işləyib, bunu çıxırıq. 2011-ci ildə Dostluq ordeni ilə tərtib olunub, bütün həyatını elmə sərf edib, premiya və medallarla bir çox pisal elm haqqında məqalələr yazıb. Bu da hardasa bənzəyir. Baxaq yenə davamına, o biri variantlara. Burada yazılıb ki, Lütfüzadə 38 il Kaliforniyanın Berkeley Universitetində 38 yaşından burada işləyib. 200-dən çox elmi məqalənin müəllifidir. Baxın, fikir versəniz, görəcəksiniz ki, bu D variantı, məsələn, baxın, A da oxşuyurdu. D variantı tam-tamına 5-ci abzası əhatə edir. Ona görə burada D variantını götürmək daha məntiqlidir uşaqlar. Y-də isə ümumiyyətlə biraz kənara da çıxılır. Yəni, tək elmi məqalələrin yox, bir çox ideyaların da müəllifi idi. İdeyalar 4-cü abzasda bizdə verilirdi. Ona görə bunu da çıxırıq. Əslində, baxın, bütün variantlarda yaxın məqamlar var, bənzər məqamlar var. Demək olar ki, hamısı bənzəyir 5-ci abzasının məzmununa. Amma D variantı bunu tam əhatə etdiyi üçün biz burada D variantını düzgün cavab kimi götürəcəyik.
10-cuya baxırıq. Hansı suallara mətndə cavab tapmaq olar? Birincidə deyir ki, Lütfüzadə Berkeley Universitetində neçə yaşından işləyib? 38 yaşından. Birə cavab tapmaq olur. Amerikaya nə vaxt gedib? Bunun cavabı mətndə yox idi. Hansı ordenlə mükafatlandırılıb? Dostluq ordenindən. Bunun da cavabı var. Uşaq olanda nə xəyalını qururdu? Bu mətndə yox idi. Həmişə kömək üçün kimə müraciət edə bilərdi? Bu da mətndə yox idi. Deməli, burada birinci və üçüncü sualların cavabı mətndə var. Gəlin bir daha düzgün cavablarla tanış olaq. 6-1 cavabımız olacaq V. 6-2 cavabımız olacaq A. 6-3 V. 6-4 V. 7-də düzgün cavabımız olacaq S variantı. 8-də düzgün cavabımız olacaq Y variantı. 9-da düzgün cavabımız olacaq D variantı və 10-cuda da düzgün cavabımız olacaq 1 və 3. Keçək ikinci mətnə. Maraqlı bir mətndir uşaqlar. Ümid edirəm ki, sizə də maraqlı gələcək. Deməli, это было давно. Мне было тогда 14 лет. Однажды осенью в наш аил пришел незнакомый парень в солдатской шинели. Звали парня Дюшен. Говорили, что он пришел в аиль, чтобы открыть школу и учить детей. Слова «школа», «учеба» были в то время для нас новыми. Мы не очень понимали, что они значат. Bu hadisə çoxdan olub. Mənim onda 14 yaşım var idi. Bir dəfə payızda bizim avlumuza, bu Qırğızistanda, məsələn, bizdə kənd deyilir, bəzi Orta Asiya yerlərində avul deyilir, Kirgistanda da ayıl deyilir. Naməlum bir əskər şinəlində naməlum bir oğlan gəldi. Bu oğlanı Düşen çağırırdılar. Zıvat çağırmaq deməkdir. Hərfi tərcümə etdim sizin üçün. Belə də deyə bilərik. Adı Düşen idi. Deyirdilər ki, o yəni aula, kəndə məktəb açıb dərs deməyə gəlib. Məktəb və təhsil sözləri o zamanlar bizim üçün yeni idi. Onların nə demək olduğunu biz çox da anlamırdıq. Здания для новой школы не было. Дюшен сам отремонтировал старый разрушенный сарай, чтобы начать занятия. Yeni məktəb üçün bina yox idi. Düşen özü dərslərə başlamaq üçün köhnə bərbad bir tövləni təmir etdi. Üçüncü abzasda görürsünüz nöqtələr var. Deməli, ora hər hansı bir variantda olacaq cümlə qoymaq lazımdır. Я никогда не забуду этот день. Мы сидим на полу столов в школе Дюшена. Не было, наш учитель, дав каждому из нас тетрадь и карандаш, говорит нам: я научу вас здесь и читать, и считать, покажу, как пишутся буквы и цифры, буду учить вас всему, что знаю сам. Deməli, mən heç vaxt bu günü unutmayacağam. Yəni, həmən günü heç vaxt unutmayacağam. Yerdə oturmuşuq, Düşenin məktəbində stollar yox idi. Bizim müəllim hər birimizə dəftər və karandaş verərək dedi: uşaqlar, mən sizə oxumağı və saymağı öyrədəcəyəm. Hərflərin və rəqəmlərin necə yazıldığını göstərəcəyəm. Bildiyim hər şeyi sizə öyrədəcəm. И действительно, он учил нас всему, что знал сам, проявляя при этом удивительное терпение. Он показывал нам, как нужно держать карандаш, с увлечением объяснял нам непонятные слова. Və həqiqətən də o, heyrətamiz səbir nümayiş etdirərək bizə bildiyi hər şeyi öyrətdi. Bizə qələmi necə tutmağı və anlamadığımız sözləri həvəslə izah edirdi. Думаю сейчас об этом и не могу понять, как этот малограмотный парень, сам читавший с трудом и не имевший ни одного учебника, даже букваря, как мог он решиться на такое великое дело учить детей, чьи отцы, деды и pradedi были неграмотны. İndi bu haqda düşünəndə heç bir dərsliyi, hətta əlifba kitabı belə olmayan, özü çətinliklə oxuyan bu az savadlı oğlan belə böyük bir işə, ataları, babaları və ulu babaları savadsız olan uşaqlara dərs verməyə necə qərar verdi? Yəni, bunu anlaya bilmirəm. Дюшен учил нас, как умел, но его доброта и любовь к нам, его энтузиазм не пропали даром. Дюшен совершил подвиг, открыв нам, киргизским детям, не знавшим ничего, кроме своего аила, целый мир. Мы узнали, что в этом большом мире живет много людей и есть город Москва. Дюшен bacardığı qədər bizi öyrətdi, amma onun xeyirxahlığı, sevgisi, bizə olan həvəsi hədər getmədi.
Düşən qəhrəmanlıq göstərərək bizə öz kəndlərindən başqa heç nə bilməyən Kirgiz uşaqlarına bütün dünyanı açdı. Biz öyrəndik ki, bu böyük dünyada çoxlu insanlar yaşayır və Moskva adlı bir şəhər var. Дюшен говорил нам о будущей жизни, и мы верили, что скоро нам построят новую школу. В этой школе ученики будут сидеть за столами, и у них будет много книг и tетрадей. Düşün bizimlə gələcək həyat haqqında danışırdı və biz inanırdıq ki, bizim üçün yeni məktəb tikiləcək. Bu məktəbdə şagirdlər stol arxasında oturacaqlar və onların çoxlu kitab və dəftərləri olacaq. Многие из нас, научившись в школе Дюшена читать и писать, поехали в город продолжать учиться. Я тоже уехала в город, потом училась в Москве, стала доктором наук. Ну и сейчас я знаю, почему я стала ученым. Потому что меня научил грамоте мой первый учитель Дюшен. Он поверил в меня, он послал меня учиться в город. Я никогда не забуду этого. Я должна вернуться в свой аил и рассказать молодежи, каким учителем был Дюшен. Я думаю, что новая школа, которую построили недавно, должна называться школа Дюшена, нашего первого учителя. Дюшен məktəbində yazıb oxumağı öyrənən bir çoxumuz təhsilimizi davam etdirmək üçün şəhərə getdik. Mən də şəhərə getdim. Sonra Moskvada oxudum, elmlər doktoru oldum. Amma indinin özündə də bilirəm ki, mən niyə alim oldum? Ona görə ki, mənə yazıb oxumağı mənim ilk müəllimim Düşən öyrədib. O mənə inandı. O məni şəhərə oxumağa göndərdi. Mən bunu heç vaxt unutmayacağam. Mən öz doğma kəndimizə qayıdıb Düşənin necə müəllim olduğunu gənclərimizə danışmalıyam. Mən düşünürəm ki, bu yaxınlarda tikilən yeni məktəb Düşənin bizim ilk müəllimimizin adına olmalıdır. Bu mətnimiz idi. Məncə maraqlı bir mətn idi. Gəlin indi suallarla tanış olaq. 11.1. Благодаря Дюшену автор стал доктором наук. Bəli, это верно. Дюшен был очень грамотным, Xeyr malogрамотный idi. Ona görə неверно götürəcəyik. Мы все вместе отремонтировали, amma Дюшен özü отремонтировать elədi, неверно. Мы верили, что скоро нам построят школу. Bəli, bu da A variantı olacaq. 12-yə baxırıq. Чему учил Дюшен детей в своей школе? Читать, писать и считать. Yəni oxumaq, yazmaq və hesablamaq Y variantı. 13-cü suala baxırıq. Niyə müəllif, yəni bunu nəql edən insan uğur əldə etdi? Çünki ona onun ilk müəllimi inanmışdı. D variantı. Yəni mətni tərcümə etdiyim üçün ümid edirəm ki, yəni cavabları da tam anlaya biləcəksiniz. Məsələn, A-da deyir ki, çox pul qazanmaq istəyirdi. B-də deyirdi ki, ağılda yaşamaq çətin idi. C-də deyir ki, yalnız bu cür ağıldan çıxıb getmək olardı. Y-də də deyir ki, valideynlərinə kömək eləməlidir. Yəni bunların heç biri mətndə məntiq olaraq yox idi. D variantı. Sonra 14-cü sualda 3-cü abzasda nöqtənin yerində hansı cümlə olmalıdır? Yəni burada əgər deyirsə ki, mən bu günü heç vaxt unutmayacağam, deməli nəsə dərsin başlamağı ilə əlaqəli bir şey olmalıdır və burada da Y variantında yazılıb ki, и вот мы первый день в школе və budur biz məktəbdə ilk günümüzdür məktəbdə. Ona görə burada Y variantını ora qoymaq ən məntiqli cavab olar. 14-də Y variantı. Məsələn, A-da yazılıb ki, ilk qış günləri, amma nə vaxt baş vermişdi? Osində baş vermişdi. Yəni bunu mexaniki atırıq. Axşam deyir, çox isti idi, bütün gün yağış yağdı. Düz deyən məntiqlə deyə bilərsiniz ki, yağış yağdı və o bunu unutmadı, amma vezdeyin olmaz. Səhər deyir, məlum oldu ki, bu yalnız yuxu idi. Məntiqsiz variantlardır. Düzgün cavabımız Y. Və 15-də какие из перечисленных утверждений являются верными? Burada sadalanan hansı fikirlər mətnə uyğun olaraq doğrudur. Birincidə Дюшен совершил подвиг, начав учить детей, bəli. İkincidə событие, о котором рассказывает автор, происходило осенью, göstərdim sizə. Nə vaxt baş verib? Однажды осенью. Üçüncüdə Дюшен заменил старого учителя, ondan ümumiyyətlə nə məktəbi var idi, nə müəllimi. Ona görə bu məntiqlə uyğun deyil. У Дюшена было много интересных книг, xeyr, heç əlifbası da yox idi. Və 5-cidə də deyir ki, мы узнали, что в большом мире живет много людей, bəli. Hətta orada vurğuladı ki, Moskva şəhəri də var idi. Deməli 1, 2 və 5. Gəlin bir daha düzgün cavablara baxaq. 11-ci sualda 11.1 A, 11.2 V, 11.3 V və 11.4 A.
12'de düzgün cevabımız olacak Y variantı. 13'te düzgün cevabımız olacak D variantı. 14'te düzgün cevabımız olacak Y variantı. 15'te 1, 2 ve 5. Bu bizim ikinci oxuyub anlama mətnimiz idi. İndi sizinlə o 5 dənə qrammatik adı altında olan suallara keçirik. 16-cı sual paronimlərdən ibarətdir. Paronimləri işləyəndə bəzən mötərizənin içində paronimlər verilir. Amma burada paronimlər öndə verilib. Buradakı sözlər verilib, hansı bu paronimlə uzlaşacaq. Bizdən niverni istəyirlər. Yəni, bu 5 variantdan 4'ü uzlaşması uygundur. Birinin uzlaşması uygun değil. Bu da elə A variantındadır. Понятный sözü var. Bir de понятливый sözü var. Tərcümədə ikisi də anlayışla əlaqəlidir. Amma понятливый anlayışlı deməkdir. Yəni o человек sözüyle uygun gəlir. Burada isə понятный sözü verilib. Bu da aydın. Yəni aydın sual, aydın cevap. Ona göre burada düzgün cevabımız A olacak. Hansı ki niverni uzlaşma verilib burada. O verilen uşaqlar отчетливый var, отчетный, bir de отчетливый. Отчетный bu birinci kitabımızda olmadığı için göstermedim ama o veriler kitabda var. Отчетливый baxın, əslində bu da aydın deməkdir. Amma nə mənada? Siz hər hansı bir səsi aydın olaraq eşidirsiniz. Hər hansı bir xətt yazı var, onu aydın oxuya bilirsiniz. Bir səs gəlir, onu da aydın eşidirsiniz. Yəni отчетливый budur. Burada da bizdə nə verilib? Zvuk verilib. Yəni biz bu səsi aydın eşidirik. Period isə uşaqlar hesabatla əlaqəlidir. Yəni отчетный period. Üçüncüdə pametni var, pametni var, pametливый uşaqlar. Bu da yaddaşla əlaqəlidir. Pametливый canlılarla, yəni yaddaşlı insan, tələbə, heyvan da ola bilər. Pametni isə yadda qalan gün ola bilər, gəzinti ola bilər, bayram ola bilər, görüş ola bilər. Yəni, belə deyə canlı cansız kimi də götürə bilərsiniz. Pametli canlılarla, pametli cansızlarla. Və burada da bizə nə verilib? Din verilib. Din verildiyi üçün də biz bunu pametli ilə uzlaşmağının düz olduğunu görürük. Sonra skrytny var, skrytny var. Burada necədir uşaqlar? Skrytny, bu da yine biraz insana xas olan bir şeydir. Özüne kapanmış mənasında işlenir. Skrytny ise gizli qalan, üstü örtülən, yəni bizdə loru dildə deyirlər, altdan nəsə bir iş görmək. O da все skrytny gedir. Yəni bunu da canlı cansız kimi düşünə bilərsiniz. Burada da skrytny nomer, mesela xarakter skrytny olacaq, çünkü canlıya xas olan bir şeydir. Nomer ise skrytny gizli nömrə. Bu da düz verilib. Vodny ilə vodinoy var. Bunlara da gəlin baxaq. Vodny bu su ilə əlaqəli suya aid. Məsələn, suyun səthi ola bilər, idman yarışları ola bilər, vodny vidi sporta ola bilər, su elektrik stansiyası ola bilər, su prosedurları ola bilər, su nəqliyyatı ola bilər. Görsünüz, hamısı vodny ilə. Vodinoy isə bu sudan ibarət ya da su vasitəsilə işləyən. Və burada da səhv etmirəmsə, baxın, elə sport sözü verilib. Nasos vodinoylu su ilə işləyir. Sport da vodny. Deməli, gördüyünüz kimi bu 4 variant uzlaşmaları düzdür. Amma A variantında человек понятливый ilə olmalıdır. Ona görə A variantı burada niverni variant kimi istəndiyi üçün A-nı götürürük. Baxırıq 17-yə. Hansı cümlələrdə qıca sualına cavab verən sözlər var? Qıca sualı bizdə uşaqlar bir neçə padejdə işlənir. Biraz predloqla da baxa bilərsiniz. Belə də fiildən əgər sual yönəldə bilirsinizsə, çox gözəl, verə bilmirsinizsə, biraz işiniz çətin olacaq. Birincidə deyir, после дождя мы отправились. Bu olur kuda. Və fikir də versəniz, les bu venительный padejdə oturur. Venительный padejdə də qıca sualı yoxdur. Burada молча стояли где под дождем. Творительный падежin predloqudur və orada где sualında işlənir. В углу где? Baxın, bu da предложный падежdir. Deməli, 2 ilə 3-də где var. 4-cüdə зимой в этих местах где? В этих местах. Bunda da var. 5-cidə уходила куда за холмы. Bu kudadır. Və 6-cıda da останавливался где? На станции, на каждой станции. Deməli, uşaqlar, baxın, 2-də var, 3-də var, 4-də var və 6-da. Düzgün cavabımız olacaq Y variantı. 18-ə baxırıq. Burada da məntiqi cəhətdən bu cümlələri hansı, belə deyək də, bunlardan, variantlardan hansını qoysunuz, məntiqi cəhətdən düzgün olar.
Birinci hissədə nə yazılıb? Bugün yaxşı hava olacaq. Və bugün yaxşı hava olacaqsa, burada хотя мы поедем, хотя baxmayaraq ki, deməli pis olsaydı nəsə bir şey verə bilərdik burada. Поэтому можно поехать в лес, yəni yaxşı hava olacaq, buna görə də meşəyə getmək olar. Тогда мы не поедем на pляж. Onda biz plaja getməyəcəyik. Niyə? Yaxşı hava olacaq. Yəni bu məntiqsizdir. Burada, потому что не нужно легко одеться. Yəni yaxşı hava olacaq. Niyə? Yüngül geyinməyək. Və beşincidə də мы сможем пойти в парк və biz parka gedə bilərik. Deməli, məntiq olaraq 2 və 5-ci sıradakı cümlələri bunun davamına gətirmək olar. Сегодня будет хорошая погода, поэтому можно поехать в лес. Сегодня будет хорошая погода, и мы сможем пойти в парk. 2 ilə 5 də bizdə V variantındadır. Düzgün cavab V variantı olacaq. Baxırıq 19-a. Укажите слово, которое может быть употреблено и как прилагательное, и как существительное. Dərslərdə mən buna toxunmuşdum bu mövzuya və sizə nələrə diqqət yetirəcəyinizi demişdim. Əsasən nəyə diqqət yetiririk? Hamısının sonu sifət sonluğu kimi bitir. Amma bunların arasında bəziləri var ki, həm ismin sualına cavab verir və həm də onu sifət kimi istifadə edə bilərik. Məsələn, buradakı больной sözü tərcümədə xəstə kimi tərcümə oluna bilər. Например, mən desəm ki, пришел наш больной, bizim xəstəmiz gəldi. Кто пришел? Наш больной. Görürsüz, ismin sualını verə bilirəm. Amma desəm ki, больная рука, больной палец, nəsə də belə ağrıyan mənasında da gedir. Orada artıq mən bunu sifət kimi, какой палец, какая nəsə belə bir formada işlədirəm. Düzgün cavabımız burada D variantı olacaq. Qalanların hamısı, baxın buradakı, bizdə işlənəcək sifət kimi. Deməli, 19-da düzgün cavabımız D variantı. Gəlirik 20-ci suala. 20-də də dialoqu tamamlamaq lazımdır uşaqlar. Deməli, belə formada da bizə dialoq verilə bilər. Elə bilin ki, şey kimi alınır bu, mətn yığmaq kimi alınacaq. Birinci cümlədə deyir ki, siz rus dilindən olimpiyadada iştirak edəcəksinizmi? Baxaq görək, hansı uyğun gələ bilər? Məsələn, 3-də deyir ki, biz artıq ona ciddi hazırlaşırıq. Yəni, ola bilər. Biri atıram mexaniki, çünki birinci deyək hazırlaşırıq, hazırlaşmırıq. İkini də ata bilərik. Əslində bunu da, bunu da. Mən 3 ilə başlasam, uşaqlar, hələ S variantı gəlir burada. Məsələn, gəlin bir tam mən bunu sizə deyim. Вы будете участвовать в Олимпиаде по русскому языку. Мы уже серьезно готовимся к ней. А какое место вы хотите занять? Мы постараемся занять одно из призовых мест. Tərcüməsini də deyim. Siz rus dilindən olimpiyada iştirak edəcəksiniz. Biz artıq ona ciddi hazırlaşırıq və hansı yeri tutmaq istəyirsiniz? Biz çalışacağıq ki, prizavoy, yəni birinci 3 yerdən birini tutmağa çalışacağıq. Deməli, 20-ci sualda da düzgün cavabımız olacaq C variantı. Bu bizim ümumi sınaq üçün sualları və düzgün cavabları idi. Hamınıza uğur, bol şans arzulayıram. Növbəti sınaqlarda görüşmək diləyilə. Sağ olun, Allah amanında qalın.